sağ olun. Müəllimlər biraz gec qoşulublar. Müəllimə ekranı böyütmək olmaz. Müəllimə, Olmaz. dərs barəsində zəhmət olmasa məlumat verərdiniz. Mən heç qoşulmamışam dərsinizlə bağlı. İndi ilk mövzumuzu izah eləyəcəm. İndi ilk mövzumuzu izah eləyəcəm. Bəli, indi ilk mövzumuzu izah eləyəcəm. Siz sağ olun. Qəfil saxlayıb sual-cavab eləyə bilərəm. Ona görə diqqətlə qulaq asın. Yaxşı, diqqətiniz burada olsun. Yaxşı, gəlin başlayaq çox gec olmadan. Bu gün sizlə kurikulumun ilk mövzusunu keçəcəyik. Təhsil formaları, təhsil alma formaları, bir də təhsilin pillə və səviyyələri. Vaxt qalsa pillə səviyyələri də izah eləyəcəm. Vaxt qalsa hüquq vəzifələri də izah eləyəcəm. Çox maraqlı mövzudur. Diqqətlə qulaq asın. Sırf açar sözlərlə sizə nələr lazımdırsa, hansı məlumatlar lazımdırsa, onlardan kənara, qırağa çıxmayacağım. Yəni artıq söz yığınına yol verməyəcəm. Yaxşı, nə lazımdırsa onları izah eləyəcəm. Gəlin əvvəl baxaq, başlayaq təhsil formalarından. Amma əvvəl baxaq görək ümumiyyətlə kurikulum nədir? Kurikulum nəyə deyilir? Kurikulum, baxın. Kurikuluma 3 dənə açar söz verəcəm bunun tərifini yadda saxlamaq üçün. Məzmun, təşkil, bir də qiymətləndirmə. Nədir bunlar? Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual bir sənəddir. Nə deməkdir bu? Konseptual nə deməkdir ümumiyyətlə? Konseptual sənəddir deyirəm. Nədir konseptual sözü? Konseptual sözü dəyişkən deməkdir, ya dəyişən. Fikir verirsinizsə, hər il kurikuluma yeniliklər əlavə olunur. İşıq düşür, görmək olmur yazınızı. Baxın, burada kurikulum yazmışam, kurikulum. Yuxarıda kurikulum yazmışam. Aydındır. Məzmun, təşkil, qiymətləndirmə görünür. Bir dənə işıq orada K hərfinə düşür. K-dan O-ya. İndi diqqət eləyəcəm, işığın altında yazım. Eybi yoxdur. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual bir sənəddir. Konseptual sözü nə demək oldu? Konseptual. Nə deməkdir konseptual? Dəyişkən. Bəli, afərin, dəyişkən, dəyişən. Nəyə görə? Çünki biz bilirik ki, kurikulum hər il dəyişir. Fikir verirsinizsə, hər il xırda-xırda yeniliklər əlavə olunur. Mövzular dəyişir, çıxarılır, yeni mövzular əlavə olunur. Xırda da olsa, məsələn, keçən il imtahana yaxın inteqrasiyada dəyişiklik elədilər, taksonomiyada dəyişiklik elədilər. Yəni fikir verirsinizsə, hər il böyük bir dəyişiklik olmasa da xırda dəyişikliklərə yol verilir. Yəni onda belə bir nəticəyə gəlirik ki, kurikulum dəyişkən sənəddir, konseptual sənəddir. Hər an dəyişə bilər. Dəyişilməzdir testlərdə. Görsəz, deyəcəksiniz səhvdir. Yaxşı, bəs bu məzmun, təşkil, qiymətləndirmə nədir? Hal-hazırda mən nə edirəm? Dərsi izah edirəm, düzdür? Dərsin nəyini? Məzmununu. Deməli, məzmun nədir? Müəllimin şagirdə qarşı tərəfə ötürdüyü bir informasiyadır. Yenə deyirəm, məzmun elə adından göründüyü kimi mövzunun, izah olunan mövzunun məzmunudur. Biz hal-hazırda nə edirik? Və yaxud da siz sinifdə şagirdlərə nə edirsiniz? İnformasiya ötürürsünüz. O ötürdüyünüz informasiya nədir? Məzmundur. Yaxşı, bəs təşkil nədir? Baxın, hər bir müəllimin öz dərs keçmə metodu var. Dərsi təşkil etmə forması var, düzdürmü? Səslərimizi diqqət eləyə zəhmət olmasa. Səslərimizi bağlayaq. Əlavə səslər gəldi. Səslərinizi bağlayın. Ehtiyac olanda açarsınız. Təşkil dediyi nədir? Dərsin təşkil olunma formasıdır. Hər bir müəllimin öz dərs keçmə metodu var. Hər bir müəllimin öz dərsi təşkil etdiyi zaman istifadə etdiyi forma və üsullar var. Onda təşkil nə oldu? Dərsin təşkil olunma forma və üsulu. Yaxşı, bəs qiymətləndirmə nədir? Şagirdlərin nailiyyət səviyyəsində qoyulmuş bir dövlət tələbidir. Nə oldu qiymətləndirmə? Şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş bir dövlət tələbidir. Qiymətləndirmə vasitəsilə biz nə edirik? Şagirdlərin nəticəsini, nailiyyətini ölçürük. Məsələn, tapşırıq veririk, ən sonda həmin o uşaqların yazdığı tapşırıqları yoxlayırıq və onlara rəy veririk, fikir bildiririk, qiymətləndiririk meyarlar əsasında. Bura qədər tam başa düşdünüz. Kurikulum dediyi nədir? Təhsilin məzmun, təşkil və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual bir sənəddir. Dedik, konseptual nə deməkdir? Dəyişkən deməkdir. Dəyişən, yəni kurikulum hər il, ildən ilə keçdikcə hər il dəyişir. Müəyyən qədər dəyişikliklər olur. Məzmun dedik, müəllimin şagirdə ötürdüyüdür, qarşı tərəfə ötürdüyüdür.
Təşkil dedik, dərsin təşkil olunma forma və üsuludur. Qiymətləndirmə yaxşı, bəs dedik nədir? Desin zəhmət olmasa Günel müəllimə. Qiymətləndirmə nə oldu deyə bilərsiniz? Şagirdlərin nailiyyət nəticəsinə qoyulan qiymətdir. Ay, sağ ol. Qiymətləndirmə şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş bir dövlət tələbidir. Yəni qiymətləndirmədə biz nə edirik? Şagirdlərin nəticələrini, nailiyyətlərini ölçürük. Açar sözü, bir açar sözü də ölçmədir. Ölçmə ilə də yadda saxlaya bilərsiniz. Harda ölçmə görsəz, qiymətləndirməyə aid eləyəcəksiniz. Yaxşı, aydınsa, gəlin keçək təhsil formalarına. Nədir? Türkan müəllimə, demək olmaz ki, qiymətləndirmə şagirdlərin nəticəsini qiymətləndirməkdir. Bu cür demək olmaz. Demək olar. Niyə demək olmur? Sadəcə o nəticəni necə qiymətləndirirsiniz? Şagirdlərin nailiyyət səviyyəsini, nəticəsini ölçməklə. Onu o cür də açıqlaya bilərsiniz. Demək olar, siz dediyiniz də doğrudur. Məzmun xətti şagirdlərə müəllimin ötürülüyü olur, nə müəllimə? Məzmun xətti yox, məzmun xətti başqa bir dərsdir. Məzmun xətti ayrıdır, qiymətləndirmə ayrıdır. Məzmun xətti şagirdlərdə hər bir fənnin o formalaşdırdığı bilik, bacarıqlar üzrə müəyyənləşdirilir. Onu inşallah gələn dərslərdə keçəcəyik. Qarışdırmayın bundan. Yaxşı, müəllimlərin də başını qarışdırmayın. Məzmun xətti başqa bir şeydir. Hər bir fənnin öz məzmun xəttləri var. Məzmun xətti daha geniş anlayışdır. Uşağa ötürülən məzmun deyil. Məzmun xətti başqadır, məzmun başqadır. Buradakı məzmun, dediyim məzmun nədir? Sırf verilən izahdır, qarşı tərəfə ötürülən izahdır. Amma məzmun xətti başqa bir şeydir. Onları qarışdırmayın, yaxşı? Türkan müəllimə, bir də deyərdiniz, kurikulum necə sənətdir, konseptual? Kurikulum təhsilin, təhsil haqqında, təhsilin məzmun, təşkil, qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual sənətdir. Təhsilin məzmun, təşkil, qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən konseptual bir sənətdir. Aydındır? Yaxşı, aydınsa gəlin keçək təhsil formalarına. Bir var, baxın qarışdırmayın bunları, diqqətlə qulaq asın. Bir var təhsil formaları, bir də var təhsil alma formaları. Bunlar ikisi də fərqli-fərqli anlayışlardır. Əvvəl baxaq təhsil formalarına. Təhsil formaları 3 dənədir. 3 növ var. Formal, qeyri-formal, bir də informal. Formal, qeyri-formal, informal. Səslərinizi bağlayın ki, əlavə səslər gəlməsin. Echo gəlir, öz səsimi eşidirəm. Formal, qeyri-formal və informal. Əvvəlcə baxaq görək, məntiqlə düşünək görək. Bunlardan hansında rəsmilik var, rəsmi söz oxşuyur. Baxıram ki, formal. Formal olan bir şey rəsmi olar. Ay, sağ ol. Deməli, burada açar söz kimi sizə verəcəm formalda rəsmi. Rəsmi sənəd. Nəyə görə? Çünki formal təhsilin sonunda, baxın, formal təhsilin sonunda şagirdlərə dövlət sənədi verilir. Təhsil alanlara rəsmi sənəd verilir. Məsələn, getmisiniz, Bakı Dövlət Universitetinin kimya ixtisasını bitirmisiniz. Budunu qurtarmısınız. Universiteti qutarandan sonra sizə sənəd verilir? Bəli, verilir. Nə verilir? Diplom verilir. Hansı ki, o diplom dövlət tərəfindən tanınır, rəsmi sənəddir. Onda sizin aldığınız o təhsil hansına aiddir? Təhsil formasının hansı növünə aiddir? Formala. Formala. Bəli, doğrudur. Məsələn, adicə heç universitet olmasın, məktəb olsun. Gedirsiniz məktəbə, 9-un sonunda sizə attestat verir. 11-in sonunda sizə attestat verir. Həmin o attestat nədir? Rəsmi sənəddir, dövlət sənədidir. Hansı ki, dövlət tərəfindən tanınır, düzdürmü? Rəsmidir. Adicə həmin o attestatla kollecə də daxil olmaq olur, düzdürmü? Çünki o sənəd dövlət tərəfindən tanınan bir rəsmi sənəddir. Onda məktəbdə alınan təhsil də hansı təhsil formasının növünə aid olacaq? O da formala. Forma. Bəli. Məktəbdir, universitetdir, kolleclərdir. Baxın, bu cür müəssisələrdə alınan təhsili bitirəndən sonra uşağa rəsmi sənəd verildiyinə görə o formala aiddir. Yaxşı, bəs görək bu qeyri-formal nədir? Formal rəsmidirsə, açar sözü. Qeyri-formalın açar sözü qeyri-rəsmi sənəd olacaq. Bəli. Və yaxud da heç rəsmi sənəd verilməyəcək. Nə deməkdir bu? Yəni sizə sənəd verilə də bilər qeyri-formalda. Təbii ki, o sizə verilən sənəd qeyri-rəsmi olacaq. Çünki qeyri-formalda axı dövlət tərəfindən tanınmırsa, rəsmi deyilsə, deməli qeyri-formaldır. Necə müqayisə eləyək? Məsələn, bir var
tibb təhsili almaq üçün gedirsiniz tibb universitetinə daxil olursunuz. 4 il ATU-nu oxuyursunuz. Bir də var ki, tibb təhsili almaq üçün gedirsiniz tibb kursuna. 6 aylıq tibb kursuna. O alınan 6 aylıq tibb kursunun verdiyi diplom sizcə sizin işinizə yarayacaq, dövlət tərəfindən tanınacaq, yoxsa ATU-nun verdiyi? İkinci alınan qeyri-formaldır. Baxın, bir var gedirsiniz 4 il tibb kursunda, universitetində tibb təhsili alırsınız. Bu universitetdir. O da qeyri-formaldır. Ay sağ ol. Bu universitetin Ay sağ ol, bəli, tamamilə doğrudur. Doğrudur, bəli. Universiteti bitirirsinizsə, təbii ki, o tibb təhsilini universitetdə alırsınızsa, həmin universitetin sizə verdiyi tibb diplomu dövlət tərəfindən tanınacaq. Deməli, hansı təhsil formasına aid olacaq? Formala. Amma bir də var ki, gedirsiniz 6 aylıq tibb kursuna, 6 aylıq tibb kursunu bitirirsiniz və sizə sonda diplom verir. Hansı ki, o diplom sizin işinizə yaramayacaq. Yəni, ay sağ ol, o diplom rəsmi sayılmayacaq. Onda cəmaət niyə gedib 4 il əziyyət çəkir, universitet oxuyur? Elə gedib 6 aylıq tibb kursuna oxuyar, axırda da gedib işləyər də. Əgər onun diplomu tanınsaydı, hamı bunu eləyərdi. Düzdür? Asana qaçardı. Amma o dövlət tərəfindən tanınmır. Yəni qeyri-formal təhsilə aid olacaq. Yaxşı, indi gəlin ümumiləşdirək. Dedik ki, əgər şagird təhsil almaq istəyirsə, təhsil almaq üçün, özünü inkişaf elətdirmək üçün məktəbə gedirsə, universitetə gedirsə, kollecə gedirsə, bu formaldır. Təhsil almaq üçün kursa gedirsə, dərnəyə gedirsə, məşğələlərə gedirsə, repetitoriyanına gedirsə, bu hansıdır? Qeyri-formaldır. Qeyri-formal. Bəli. Məsələn, uşaq gəlir sizin yanınıza hazırlığa. Məsələn, siz qoşulursunuz mənim dərslərimə ki, özünüzü inkişaf elətdirəsiniz, nəsə öyrənəsiniz, düzdür? Mən sizə sonda diplom verəcəm? Yox. Verməyəcəmsə, onda bu sizin aldığınız hal-hazırdakı bu təhsil hansına aiddir? Qeyri-formal. Qeyri-formala. Ay sağ ol. Lap mən sizə diplom verim. Gedirəm, nə bilim, sertifikat düzəldirəm, diplom düzəldirəm, atıram, yenə qeyri-formaldır. Çünki mənim o verdiyim diplom, bəli, mənim o verdiyim diplom dövlət tərəfindən tanınmayacaqsa, rəsmi deyilsə, qeyri-rəsmidirsə, onda deyəcəksiniz qeyri-formaldır. Təsdiqlənməmiş sənəddir. Ay sağ ol, bəli, təsdiqlənməmiş sənəddir. Dövlət tərəfindən tanınmır. Deməli, yaxşı. Onda gəlin belə bir şey fikirləşək. Təhsil almaq üçün biri getdi məktəbə. Təhsil almaq üçün biri qoşuldu dərsə. Nə bilim, getdi repetitor yanına, getdi kurslara. Özünü təhsil, bəli. Bir də var ki, uşaq heç yerə getmir. Oturub evdə özün bilikləndirir, özünü inkişaf elətdirir. Bəli. Bu informaldır müəllimə. Öz-özünü təhsil edirsən, informaldır. Ay sağ ol. Heç yerə getmirsə, özünü təhsil yolu ilə biliklərə yiyələnirsə, bu informaldır. İnformal. Açar sözümüz özünü təhsildir. Özünü təhsil. Gəlin ümumiləşdirək. Dedik ki, təhsil formaları 3 yerə bölünür. Formal, qeyri-formal, informal. Əgər təhsil aldığınız o təhsilin sonunda sizə dövlət sənədi verilirsə, bu formal təhsildir. Dövlət sənədi verilmirsə və yaxud da qeyri-rəsmi sənəd verilirsə, bu qeyri-formaldır. Kurslar, dərnəklər, məşğələlər bura aid ola bilər. Yaxşı, bəs informal necə oldu? Özünü təhsil yolu ilə biliklərə yiyələnmə formasıdır. Aydınsa, gəlin sizə. Özü baxır, öyrənir, özünü kitablardan öyrənir, YouTube'a baxır, öyrənir, özünü formaldır. Bəli. Özü müxtəlif Buna vəsaitlərdən evdə istifadə təhsildə edir. göstərmək olar müəllimə? Məsələn, evdə fərqişan təhsil. Xeyr, qarışdırmayın. Bu təhsil formasıdır. O təhsil alma formasıdır. İndi birazdan izah eləyəcəm. Qarışdırmayın onları. Oralara girməyin. Hal-hazırda mən nə deyirəmsə, onları beyninizə yığın. Yaxşı? Əlavə heç nə ilə qarışdırmayın. Ona görə dərsin əvvəlində dedim, təhsil formaları ayrıdır, başqa bir şeydir. Təhsil alma formaları başqadır. Bu aydınsa indi təhsil alma formalarını izah eləyəcəm. Aydınsa əvvəl bir-iki sual verim. Desin mənə zəhmət olmasa. Kim desin? Desin zəhmət olmasa. Bağırova yazılan müəllimə cavab verə bilərsiniz. Bəli, müəllimə, buyurun. Siz mənə deyin, deyirəm ki, belə bir sizə situasiya verirəm. İnformal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnməni təmin edən təhsil alma formasıdır. Düz deyirəm, yoxsa səhv deyirəm? Yerdən heç kim deməsin. Müəllimə, təhsil alma forması yox, bu təhsilin formalarıdır. Ay, sağ ol, bəli, tamamilə doğrudur. Afərin. Düppədüz. Orada siz diqqət eləməlisiniz. Baxırsınız cümlə başdan axıra qədər düz gəlir.
Amma gəlir sizi Təhsil axırda formaları çaşdırır. Ay, sağ ol. təhsil formaları isə sərbəst eksternat, yəni onlar. Ay, sağ ol. Bəli, tamamilə doğrudur. Ona görə vurğuladım. Təhsil formaları başqa, təhsil alma formaları başqa. Bunları qarışdırmaq olmaz. Cümləni gələcək başdan axıra qədər düppədüz yazacaq. Bir dənə axırda sizi orada bir dənə söz çaşdıracaq. Ona görə də sizə verilən sualları diqqətlə oxumalısınız. Bura qədər aydınsa keçək təhsil alma formalarına. Təhsil alma formalarına diqqətlə qulaq asın. Orada bir-iki nüans var. Qarışdırmamaq üçün diqqətli olmalısınız. Sual cavab eləyəcəm. Diqqətlə qulaq asın. İstəyə gəlib bir dənə onu qəbul edeyim. Baxın, təhsil formaları dediyiniz sizə nədir? 3 dənə. Amma təhsil alma formaları 7 dənədir. Bəli, təhsil alma formaları 7 dənədir. Necə yadda saxlaya bilərsiniz? Əgər qarışdırırsınızsa o adları. Təhsil sözü uzundur, yoxsa təhsil alma sözü uzundur? Təhsil alma. Təhsil alma. Onda deməli az olan 3 dənədir. Çox olan hansıdır? Təhsil alma. Bu da 7 dənədir. 7 dənə. Ay sağ ol. Təhsil 3 növ var təhsil formalarının. Təhsil almanın isə 7 növ var. Aza az düşdü, çoxa çox düşdü. Aydındır? İndi gəlin baxaq təhsil almaya. 7 dənə bizim təhsil alma formamız var. Əyani, qiyabi, bir-bir, açar söz. Hərəsinə aid bircə dənə açar söz verəcəm. Diqqətlə qulaq asın. Əyani, qiyabi, distant. Sonra evdə. Sərbəst. Stasionar yazın. Stasionar. Sərbəst. Oldu sərbəst. Bir də fərd. Fərdi. Bəli. İndi gəlin baxaq bunların izahlarına. Əyani, qiyabi, distant. Əyani nədir? Müəllimə 5-ciyə nə yazdınız? 5-ciyə stasionar. 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 Əvvəl baxaq əyaniyə. Sərbəst stasionar fərdi. Ay sağ ol. Stasionar, sərbəst fərdi, doğrudur. Əvvəl baxaq əyaniyə. Yox, hibrid tədris növüdür. Qarışdırmayın. Hibrid tədris növüdür. Siz dediyiniz başqa bir şeydir. Bu təhsil alma formasıdır. Siz dediyiniz tədris növüdür. İndi gəlin baxaq buna. Əyani, qiyabi, distant. Əyani nədir? Əyani təhsil alma formasında şagird mütəmadi olaraq, müntəzəm olaraq, davamlı olaraq dərsə gedib gəlir. Hər gün 8-də durur, dərsə gedir. Məsələn, günorta saat 1-də, 2-də gəlir. Hər gün neyinir? Mütəmadi olaraq, müntəzəm olaraq, davamlı olaraq dərsə gedib gəlirsə, bu əyanidir. Bəli, canlı şəkildə dərsə gedib gəlirsə, bu əyani təhsil alma formasına aiddir. Yaxşı, bəs qiyabi nədir? Mütəmadi olaraq, müntəzəm olaraq dərsə gedib gəlmir şagird burada. Sadəcə imtahan sessiyasında dərsə gedib gəlir 1 aylıq. Və qiyabinin əyanidən bir fərqi də odur ki, 1 il artıq keçirilir. Məsələn, əyanidə 4 il oxuyacaqsa, qiyabidə 5 il oxuyur. Əyanidə 3 il, məsələn, kollec oxuyacaqsa, qiyabidə 4 il oxuyur. Aydındır? Bəli, 5 il, doğrudur. Yenə deyirəm. Əyanidə şagird davamlı olaraq, müntəzəm olaraq dərsə gedib gəlir. Qiyabidə müntəzəm olaraq dərsə gedib gəlmir. Yalnız imtahan sessiyasında dərsə gedib gəlir və əyanidən bir fərqi də odur ki, 1 il artıq keçirilir. Distant bəs nədir? Məsafədən tədris olunan dərsdir. Açar sözü məsafədən. Məsələn, bizim hal-hazırda keçdiyimiz dərs distant təhsil almaya aiddir. Nəyə görə? Çünki hərəmiz ayrı-ayrı, başqa-başqa yerlərdə oturmuşuq evimizdə və orada nə edirsiniz? Mənə qulaq asın. Biri Şəmkirdədir, biri Bakıdadır. Uzaqdan eğitimdir mənim. Ay sağ ol, uzaqdan eğitim, bəli, doğrudur. Lordildə desə uzaqdan eğitim. Məsafədən tədris olunan dərs. Orta məktəblərdə distant təhsil yoxdur bu dəqiqədə. Yəni Xeyr. bizim üçün Xeyr, distant orta məktəblərdə yoxdur. Sadəcə zəruri hallar baş verərsə, zəruri hallar, istisna hallar baş verərsə distant tədrisdən istifadə oluna bilər. Distant təhsil almadan istifadə oluna bilər. Məsələn, pandemiya vaxtında, müharibə dövründə yadınıza gəlirsə, bir müddət distant təhsil almadan istifadə edildi. Zəruri hallar baş verdi ki, istifadə etmək olar. Ay sağ ol. Bir də distanta nə deyə bilərəm? Müəllimlə şagirdin eyni məkanda olmadan aldığı dərsdir. Müəllimlə şagirdin eyni məkanda olmadan aldığı bir dərsdir. Elə yenə də bizim dediyimizə gəlib çıxır. Mən başqa yerdəyəm, siz başqa yerdəsiz və dərsi girib dinləyirsiniz. Əyani, qiyabi, distant. Dedik ki, əyani ilə distant orta məktəblərdə keçirilə bilər. Əyani də onsuz da bütün orta məktəblər, distantda zəruri hallar baş verərsə keçirilə bilər. Amma qiyabi orta məktəblərdə olmur, orta məktəblərdə keçirilmir.
Yaxşımı? Qiyabi orta məktəbə aid deyil, ümumi təhsil müəssisələrinə aid deyil. Bu üçü aydınsa, keçək indi evdəyə. Gəlin, diqqətlə qulaq asaq. Evdənin açar sözü simdir. Nədir bu sim? Səslərimizi bağlayaq, zəhmət olmasa əlavə səslər gəlməsin. Sim sağlamlıq imkanı məhdud deməkdir. Əvvəlcə gəlin məntiqlə düşünək. Baxaq görək bir uşaq nəyə görə məktəbə gedə bilmir, evdə təhsil alır. Aha. Gəlin düşünək görək, nəyə görə bir uşaq başqa uşaqlar kimi məktəbə gedə bilmir? Ola bilər ki, onun sağlamlığında hər hansı bir problem, hər hansı bir məhdudiyyət olsun. Aydındır? Əgər uşaq sağlamdırsa, nəyə görə dərsə getməsin? O da hamı kimi dərsə gedər də, düzdür? Əyani təhsil almadan istifadə edir. Amma uşaq evdə qalırsa, deməli bunun sağlamlığında bir problem var. Deməli bunun sağlamlığında bir məhdudiyyət var. Deməli evdə təhsil almadan hansı səbəbdən şagirdlər istifadə edə bilər? Sağlamlıq imkanı məhdud olduğuna görə. Aydındır? Yaxşı. Yəni bu evdə də müəllim şagirdin evinə gəlir və evdə təhsil verir şagirdə. İndi gəlin baxaq stasionar. Yaxşı, bəs stasionarın açar sözü nədir? Stasionarın açar sözü xəstəxanadır. Bir də 21 gündür. Nə deməkdir bu? Diqqətlə qulaq asın. Əgər şagird xəstəxanada 21 gündən artıq qalarsa, bu zaman xəstəxana rəhbəri arayış verir və bu xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilir. Yenə deyirəm, əgər şagird xəstəxanada müalicəsi 21 gündən artıq çəksə, yəni şagird xəstəxanada 21 gündən artıq qalsa, 1 ay, 2 ay, 3 ay, istəyir lap 1 il olsun, istəyir 2 il olsun, fərqi yoxdur. Əsas odur ki, 21 günü keçsin. 21 günü artıq qalarsa, bu zaman neynədir? Xəstəxana rəhbəri arayış verir və bu xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilir ki, həmin uşağa təhsil versin, geri qalmasın. Nəyə görə xəstəxanaya yaxın ərazidəki məktəb? Baxın, bunu yaddan çıxartmayın. Çünki düşünün ki, məsələn, ola bilər ki, xəstə bir uşağı, səslərimizi bağlayaq, əlavə səslər gəlir. Səslərimizi bağlayaq. Hamı diqqət eləsin səslərinə. Ola bilər ki, məsələn, şagird Cəlilabadda qalır, amma şagirdi başdakı xəstəxanaya gətiriblər. Onda Cəlilabaddakı məktəbin, oxuduğu məktəbin müəllimləri məcburdur ki, gəlsin hamısı başdakı xəstəxanaya həmin uşağa təhsil versin. Təbii ki, xeyr. Deməli, belə bir nəticəyə gəlirik ki, xəstəxanaya yaxın ərazidəki məktəbdən, Bakıdadsa, Bakıdakı məktəbdən, Şəmkirdədirsə, Şəmkirdəki məktəbdən müəllim göndərilir. Güney müəllimə, zəhmət olmasa səsinizi bağlayın, əlavə səslər gəlir. Hə. Deməli, stasionarın, baxın, stasionarda da uşağın sağlamlığında bir problem var. Evdə təhsil almada da uşağın sağlamlığında bir problem var. Yaxşı, bəs bunun fərqi nə oldu? Adından göründüyü kimi. Evdə təhsil almada... Mən fərq ondadır ki, biri evdədir, stasionarda 21 gündən çox uşaq xəstəxanada yatır. Ay, sağ ol. Orada yaxın məktəblərdən müəllim göndərilir. Ay, sağ ol. Həm də bu evdəki uşaq daimi olaraq sağlamlıq imkanı ümumiyyətlə məhdud deyildir. Dərs üçün. Ay, sağ ol, bəli, doğrudur. Uşaq xəstədir, əngəllidir, belə desək. Ay, sağ ol, bəli, afərin, doğrudur. Ola bilər epilepsiya xəstəsidir, ola bilər başqa bir qüsuru var. Bu halda əgər məsləhətdirsə, həkim məsləhəti ilə müəllim evə göndərilir. Amma stasionarda isə xəstəxanada dərs keçirilir. Evdə təhsil almada evdə keçirilir, stasionarda da xəstəxanada keçirilir. Yaxşı, aydın sonda sizə belə bir sual verim. Cavab versin mənə zəhmət olmasa Xədicə müəllimə. Sizə belə bir cümlə deyirəm. Deyirəm ki, şagirdin ümumiyyətlə, belə deyim də, müalicə müddətindən asılı olmayaraq, şagird stasionar təhsil alma formasından istifadə edə bilər. Düz deyirəm, yoxsa səhv deyirəm? Yanlış deyirsən, Nəyə çünki görə? 21 gün müddət. 21 gün. 21 gün müddət. Fikirlərinizi alım, indi deyəcəm. Düz deyirsiniz, yoxsa səhv deyirsiniz? Desin, zəhmət olmasa Ceyhunə müəllimə. Bəli, müəllimə. Demək, bir gün əgər xəstəxanada qalırsa, şagird ondan sonra təhsil başlayır. Yəni müddətsiz deyil. Aha. Yaxşı, cümləmi indi düz götürdünüz, yoxsa səhv götürdünüz? Müalicə müddətindən asılı olmayaraq şagirdlər stasionardan istifadə edə bilər. Düzdür, yoxsa səhvdir? Səhvdir. Düzdür.
Məncə. Müəllim, müalicə yol müddətindən tutuq asılı olmayaraq deyirsiniz. Əgər 21 gün ərzində şagird xəstəxanada qalarsa, xəstəxana rəhbərliyi arayış verir və ora yaxın, həmən məktəbə yaxın, xəstəxanaya yaxın məktəblərdə müəllimlər təyin olunur ora. Baxmayaraq ki, uşaq hər hansı bir rayonda və yaxud da ki, Bakının müxtəlif şəhərlərində və yaxud da ki, qəsəbəsində uzaq məsafədə yerləşməsinə, başqa məktəbdə oxumasına baxmayaraq. Düz deyirsiniz, səhv demirsiniz. Həmən xəstəxanaya uyğun deməli müəllim ayrılır ora. İndi mən dediyim düzdür ya da səhvdir? Müalicə müddətindən asılı yoxsa asılı deyil? Evdə Necə təhsil müəllimə? 21 Müəllimə asılı deyil, çünki uşaq Müəllimə, orada 21 gün var da, yəni əgər 5 gün də qala bilər xəstəxanada, 3 gün də qala bilər. 5 günə, 3 günə məktəbdə müəllim ayrılmırlar, 21 gündən sonra. Bəli, amma 21 gün olarsa, təbii ki, o yaxın ərazidən, məktəbdən bir müəllim göndərmək mümkündür. Aha. Bir müəllim də izah eləmək istəyirdi. Kim idi o? Deyirdi ki, asılı deyil. Kim deyirdi onu? Evdə təhsil müddətsiz təhsildir, stasionar təhsil müddətli təhsildir, elə. Deyəcəm, izah eləyəcəm. Hansı müəllimimiz idi? İndi bayaqlar izah eləmək istəyirdi, yarımçıq qaldı. Mən idim müəllimə Leyla müəllimə. Leyla müəllimə. Hə, siz də izah eləyin, izah eləyim mən sonra. 21 gün müalicə müddəti deyil də. Müalicə müddəti deyildi o. Sadəcə şərt idi ki, 21 gün tamam olsun, sonra ona təhsil ayrılsın. Yəni müalicə müddətindən asılı deyil o. Dərsimizə iştirak eləmisiniz Leyla müəllimə? Ya ikisi Hə, tədbir olursunuz? İştirak eləmisiniz? Bəli, mən oktyabr qrupuyam. Hə, ingilis dili, hə, yadıma düşdü. Leyla müəllimə, baxın, düz deyirsiniz, afərin. Mən siz demişdiniz, yadımda qaldı. Ay, sağ ol, düz yadınızda qalıb, afərin, halaldır sizə. Baxın, burada 21 gün, müalicə müddəti nə deməkdir ümumiyyətlə? Əgər mən müalicə müddətini 21 gün qoysam burada, bu açar sözüm mənim müalicə müddətim olsaydı, onda uşaq, şagird, bütün uşaqlar stasionar təhsildə 21 gün müalicəsi bitəndən sonra 21 gündən sonra çıxıb gedər. Onda da nəyə ehtiyac oldu stasionar? Müalicə müddəti nədir? Məsələn, sizə həkim müalicə müddəti qoyub ki, 20 gün, 21 gün. Müalicə müddətindən sonra yenə xəstəxanada qalırsınız? Yox. 21 gündən sonra çıxıb gedirsiniz. İşiniz qurtarır, çıxıb gedirsiniz. Bu 21 gün bizim şərtimizdir. Mən bunu sizə müalicə müddəti olaraq verməmişəm. Əgər mən bunu sizə müalicə müddəti kimi versəm, 21 gündən sonra uşağın müalicə müddəti qutarandan sonra çıxıb gedər. Amma bu 21 gün mənim şərtimdir. Şərtimdir ki, 21 gündən artıq şagird istəyir, nə bilim, 5 ay qalsın, istəyir 2 il qalsın, istəyir 3 il qalsın, fərqi yoxdur. Müalicə müddətindən asılı olmayaraq şagird bu stasionar təhsil alma formasından istifadə eləyə bilər. Tam başa düşdünüz? Testlərdə qarşınıza çıxacaq, sınaqlarda qarşılaşa bilərsiniz. Ona görə bunu vurğulayıram ki, yadda saxlayasınız. Bu 21 gün mənim şərtimdir. 21 gün müalicə müddəti deyil. Deməli, belə bir qənaətə gəldik ki, müalicə müddətindən asılı olmayaraq. Bəli, buyurun. Adətən xəstəxanalarda müalicə müddəti ya 1 həftə olur, ya 10 gün olur. O heç. 10 günlük, yox, bax, 10 günlük yatan xəstəyə ona 21 günə çatmadığına görə çıxır gedir. Stasionar təhsil verilmir. Düz deyirsiniz. Baxın, ona görə deyirəm ki, bu şərtdir. O gəldi beynimizə ki. Yox. Baxın, ona görə deyirəm ki, bu bizim şərtimizdir. Bu şərti başda tutmaq şərti ilə, yəni 21 gündən artıq qalmaq şərti ilə müalicə müddətindən asılı olmayaraq şagirdə bu təhsil verilir. Aydındır, 21 gündən artıq qalmaq şərti ilə müalicə müddətindən asılı olmayaraq, yəni 21 gündən əsas o da artıq qalsın, ondan sonra istəyir 1 həftə, istəyir 5 həftə, fərqi yoxdur. Artıq nə qədərsə qalır qalsın, müalicə müddəti nə qədər olursa olsun, stasionardan istifadə edə bilər. Tam başa düşdünüz bura qədər? Stasionarda qaranlıq heç nə qalmadı? Xeyr. Yaxşı. Bura qədər aydınsa, keçək biraz qəliz, qarışıq təhsil alma formamıza. Qəliz deyil, sadəcə diqqətlə qulaq assaz yadınıza saxlayacaqsınız. Suallar verəcəm, diqqətlə qulaq asın. Bu sərbəstlə fərdini izah eləyənə qədər bir-iki sual verim. Desin zəhmət olmasa. Desin. Şəbnəm müəllimə. Şəbnəm müəllimə dedi, evdə təhsil almadan hansı səbəbdən şagird istifadə edə bilər? Hansı səbəbdən? Deməli, açar sözü simdir, yəni sağlamlıq imkanları məhdud olan şagirdlər yalnız evdə təhsil müddətinə cəlb oluna bilər, təhsil alma forması. Bəli, tamamilə doğrudur, afərin. Cavab versin zəhmət olmasa Xədicə müəllimə.
Stasionar təhsil alma formasından hansı səbəbdən şagirdlər istifadə edə bilər? Hansı səbəb? Stasionar hansı səbəbdən? Xəstəliyinə görə. Aha. Xəstəxanada yatır 21 gün əgər müddətin keçirsə, o şagirdlər istifadə edə bilər. Aha, deməli səbəbimiz nə oldu? Şagird xəstəxanada 21 gündən artıq qalarsa, bu zaman stasionardan istifadə edə bilər. Bir də Aydındır? Türkan müəllim, Bəli. deyə bilərmi ki, aktiv cəhətdən nisbətən zəif uşaqlar? Əqli cəhətdən nisbətən zəif uşaqlar. Bəli. Yenə də Bəli, mənim bəli. Məsələn, Əqli biz fərdi cəhətdən- dərslər istəyirəm. istəyir əqli cəhətdən zəif olsun, istəyir güclü Onlar olsun. evdə təhsil alırlar da. Həm evdə təhsil alırlar, həm də onlar gedib məktəbdə də təhsil ala bilərlər. Çünki bizim təhsilimiz inklüziv təhsildir. İnşallah gələcək dərslərimizdə daha geniş izah eləyəcəm. İnklüziv təhsil də nə deməkdir? Yəni bizim təhsil, bizim müəllimlər qüsura, sağlamlığa baxmır. Yəni belə deyim də, hamı üçün elə bir mühit, elə bir bərabər mühit yaradır ki, bütün şagirdlər üçün təhsil əlçatan olsun. Yəni o uşaq istəyir qüsurlu olsun, istəyir qüsursuz olsun, istəyir əqli qüsuru, istəyir fiziki qüsuru, fərqi yoxdur. Hər bir halda mənim o dediyim o ödənilən şərtlər çərçivəsində o təhsili ala bilərlər. Stasionardırsa, onda yenə də mənim dediyim şərtləri ödəməlidir. Yəni həmin o uşağın istəyir əqli qüsur olsun, istəyir fiziki qüsur olsun, fərqi yoxdur. Necə qüsur olursa olsun, əgər xəstəxanada 21 gündən artıq qalarsa, bu zaman həmin o xəstəxanaya müəllim göndərilir ki, həmin o uşağa təhsil versin. Aydındır? Sadəcə müəllim təbii ki, qüsurlu şagirdə təhsil verəcəksə, müəyyən o xüsusi təlimlərdə iştirak eləməlidir ki, həmin o qüsurlu şagirdlə necə davranmaq lazım olduğunu bilsin. Yoxsa bizə harda öyrədirlər əqli qüsurlu şagirdə necə təhsil verməliyik, onları necə öyrətməliyik, necə öhdəsindən gəlməliyik? Bizə öyrədən var? Yox. Deməli biz əlavə o təlimlərdə iştirak etməliyik. Bizim köməkçimiz olmalıdır. Yanımızda psixoloq, nə bilim, loqoped, fərqi yoxdur. Həmin o uşağa görə bizim yanımızda köməkçi də olmalıdır ki, bizə kömək olsun. Aydındır? Tam başa düşdünüz bu verdiyiniz sualın cavabını? Sualım var Fəzan müəllim. Buyurun. İnklüziv təhsil deyəndə bu təhsil formalarına aid deyil, təhsil alma formalarında Heç evdə birinə. təhsillərlə aiddir. Yox, heç birinə aid deyil, qarışdırmayın. Mənim dediyim təhsil formaları o 3 dənədən ibarətdir. Təhsil alma formaları da bu 7 dənədən ibarətdir. Vəssalam. İnklüziv təhsil sadəcə ümumi anlayışdır. Bizim hal-hazırda o uşaqlara verdiyimiz təhsil ki var ha, o ümumilikdə inklüzivlik adlanır. İnklüziv təhsil adlanır ki, yəni hamıya bərabər şəkildə yanaşırıq, hamını nəzərə alırıq. O cəhətdən inklüziv təhsil deyilir. Məsələn, hər belə deyim də dövrün öz o Seçmirik də bu çətin Seçmirik, tərbiyə Aysa. olunanlar, məsələn, Məsələn- qüsuru olan uşağı adi uşaqlardan seçmirik. Hamısına eyni Bəli. yaxın yanaşırıq. İnklüziv İn- sözünün o da inklüziv. açılışı varmı, yoxsa İnklüziv elə təhsil, anlaşılır yenə belə deyirəm, götürülür? hamıya bərabər yanaşmadır, bərabər imkan yaratmaq deməkdir mənası. İnklüziv təhsilə qədər də bizim təhsilimiz müəyyən qədər mərhələlərdən keçib. İnşallah hamısını keçəcəm. Diskriminasiya mərhələsi var, seqreqasiya mərhələsi var, inteqrasiya var, bir də inklüziya var, yəni inklüzivlik var. Əvvəllər, lap köhnə vaxtlarda deyirdilər ki, heç qüsurlu şagirdlər təhsil ala bilməz. Nə bilim, qız uşaqları oxuya bilməz, düzdürmü? Həmin o təhsil, o təhsilin adı da var. Diskriminasiya da adı. Bilirdiniz o təhsilin adını. Bir baxın, hamısına onsuz da təhsil deyirik. Bütün o belə deyim də tədris prosesinə təhsil deyirik. Amma o təhsilin dövrə görə verilən adı var. Diskriminasiya, bəli, sıxışdırılma, məhdudlaşdırılma deməkdir. Təhsil diskriminasiyada məhdudlaşdırılmışdı əvvəllər köhnə dövrdə. Qarışdırmayaq. Sevinç müəllimə düz deyirsiniz. Siz də sağ olun. İnşallah gələcək dərslərimizdə hamısını bir-bir açıqlayacağam. Narahat olmayın. O daşlar bir-bir yerinə oturacaq. Yaxşı. Aydınsa keçək indi fərdi və sərbəst təhsil almaya. Diqqətlə qulaq asın, qarışdırmamaq üçün açar sözlərimi verəcəm. Bayaqdan deyirik ki, evdə təhsil almanın səbəbi, hansı səbəbdən uşaqlar aldı? Sağlamlıq imkanı məhdud olduğuna görə, stasionarı dedik ki, xəstəxanada 21 gündən artıq yatdığına görə. Bu fərdi ilə sərbəst təhsil almanı da şagirdlər 2 səbəbdən ala bilərlər. Yəni bunların səbəbləri eynidir. Gəlin bunları yan-yanaşı yazın müqayisə etmək üçün. Baxın, 2 səbəbdən səslərimizi bağlayaq, əlavə səslər gəlir. 2 səbəbdən şagirdlər fərdidən də istifadə eləyə bilər, sərbəst təhsil almadan da istifadə eləyə bilər. Birinci səbəbimiz odur ki, müxtəlif səbəbdən, qısa yazıram, müxtəlif səbəbdən təhsildən kənarda qalan şagirdlər.
İkinci səbəbimiz odur ki, xüsusi bacarıqları olan şagirdlər. Yəni, müxtəlif səbəbdən təhsildən kənarda qalıbsa, oxuya bilməyibsə, müəyyən səbəblərə görə fərdini də seçə bilər, sərbəsti də seçə bilər. Və yaxud da xüsusi bacarıqları varsa, fərdini də seçə bilər, sərbəsti də seçə bilər. İndi gəlin görək bunlar nə deməkdir və nə vaxt fərdi, nə vaxt sərbəstdən istifadə eləyir. Necə tapacaq onu situasiyalarda? Məsələn, baxaq bizim birinci səbəbimizə. Müxtəlif səbəbdən təhsildən kənarda qalan. Məsələn, 6-cı sinifdə oxuyan şagird müəyyən səbəbdən valideynləri götürür uşağı, 6-cı sinifdən çıxarır, aparır xarici ölkəyə. Köçürlər xarici ölkəyə. Azərbaycanda 6-cı sinifdən çıxıb axı, düzdür, təhsilini davam elətdirməyib. Müəyyən illər sonra, müəyyən müddət sonra geri qayıdır Azərbaycana. Yeri dəyişirsə, tək o yox, başqa səbəblər də ola bilər. Müxtəlif səbəbdən təhsildən kənarda qalıbsa, 6-dan çıxıb, 7-dən çıxıbsa, 8-dən çıxıbsa, müəyyən müddət sonra geri qayıdırsa, məsələn, tutaq ki, deyək neçə yaşında, deyək məsələn buna 22 yaşında və yaxud da 21 yaşında, fərqi yoxdur, lap 4 il sonra, 3 il sonra, müəyyən müddət sonra geri qayıdır. Bu uşaq əgər desə ki, diqqətlə qulaq asın, mən təhsilimi davam etdirmək istəyirəm. Hansı illəri ötürüb? 7, 8, 9, 10, 11. Bu 5 dənə sinifi oxumayıb da, düzdür? Əgər o uşaq geri qaydanda 22 yaşındakı uşaq gəlib mənə desə ki, ay ana, mən o itirdiyim illəri, o itirdiyim təhsili almaq istəyirəm, geri qaytarmaq istəyirəm, oxumaq istəyirəm. Onda o uşaq üçün fərdi dərslər keçirilir. Fərdinin ən əsas açar sözü, rəngli ilə yazım, dərsdir. Amma sərbəstin açar sözü imtahandır. Yadda saxlayın. Görəcəksiniz nəyə görə. Deməli, uşaq desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, onda uşaq nə edəcək? Gedib fərdi dərslər alacaq. Necə fərdi dərs alacaq? Müəllimlər həmin bu şagird üçün fərdi dərslər təşkil eləyəcək. Nə üçün? Niyə? Çünki o uşaq təhsilini davam etdirmək istəyir. Hansı təhsil almada? Fərdi təhsil almada. Əgər Onda onun bu məktəblə bir əlaqəsi olmur. O fərdi çöldən gedib özünə müəllim tutur. Yox, məktəbdə alır. Məktəbdə gedir, ayrıca bir sinifdə müəllimlər bunun üçün fərdi dərslər təşkil edir ki, bu uşaq o itirdiyi illərin təhsilini geri qaytara bilsin. Fərdi təhsil deyəndə Azərbaycanda var elə bir şey, məsələn. Bəli, var. O kənarda dərs keçək, ona məktəb sənət vermir, amma gəlirlər, xüsusi bizim məktəbdə var. Gəlib orada dərs veririk biz onlara. Onlar da 8-ci sinifə qədərdir. 8-ci sinifdən sonra onlar gəlib imtahan verirlər, attestat alırlar. Var, müəllimlər, var. Diqqətlə qulaq asın. 6 il itiribsə 6 il oxuyur o məktəbdə yenə. Yoxsa Sıxışdırırlar. Elə bil ki, bizim məktəbdə məsələn biz keçirik də, müəllimlər də var ki, orada dərs keçirik, düzdür, biraz yaşı çoxdur. Biz onlara proqramı, elə bil ki, onların proqramı baş gəlir də, başqa cür gəlir. Elə bil ki, bir dərsdə, məsəl üçün biz 6-cı sinifin materialını ona həm 6-7, onların öz proqramları gəlir. O proqram əsasında biz keçirik onlara, onlar gedirlər, imtahan verirlər ki, sənət alsınlar. Bəli, doğrudur Şəfa müəllimə, çox sağ olun izaha görə. Dövlət ona vəsait ayırır, sizə ona görə maaş verir də, hə? Bəli, fərdə o maaş verilir bizə, amma o maaş da bizim OPSK-ya hesablanmır, bayram günlərinə hesablanmır. Ancaq neçə saat keçirsənsə o dərslər hesablanır. Onda saat hesabıdır da, belə deyək. Bəli. Bəli, müəllimə, saat hesabıdır. Neçə saat dərs keçirsənsə, o da ki, həftədə elə bil ki, bizdə də ki, bir həftə məsələn kimya olur, o bir həftə biologiya olur, onlar da həftə aşırıdır. Əla, çox sağ olun Şəfa müəllimə, əlavə məlumata görə. Deməli, dedik ki, fərdi dərslərdə əgər uşaq nə vaxt fərdidən istifadə edəcək? Təhsilini davam etdirmək istəsə, itirdiyi illəri geri qazanmaq istəsə, o təhsili bərpa eləmək istəsə, gedir, fərdi təhsil almadan istifadə edir və həmin uşaq üçün müəllimlər fərdi dərs təşkil edirlər. Yaxşı, bəs bu uşaq, bu 22 yaşındakı uşaq nə vaxt sərbəstdən istifadə edir? Əgər bu uşaq gəlib desə ki, müəyyən illər sonra mənə, ay ana, mən işləmək istəyirəm. Və mənim işləmək istədiyim yerdə də məndən sənət diplom tələb edirlər. Mən nə edeyim? Attestat istəyirlər. Onda bu uşaq gedir, heç yerdə dərsdə zətdə oturmur, vaxt itirmir. Bu uşaq sərbəst biliklərindən istifadə eləyir. Nə üçün? Sənəd almaq üçün. Açar sözümüz sənətdir burada. Yenə deyirəm. Belə yadda saxlaya bilərsiniz. S.
Baxın, sərbəst sənəd. Əgər 6-cı sinifdən çıxıb gedən uşaq müəyyən illər sonra geri qayıdıb desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, onda uşaq fərdi təhsil almadan istifadə edəcək. Yəni uşağın birbaşa istəyindən asılıdır, məqsədindən asılıdır. Fərdi təhsil almada nə etdik? Fərdi dərslər təşkil elədik. Yaxşı, bəs nə vaxt sərbəstdən? Əgər uşaq desə ki, mən universitetə girmək istəyirəm, mənə universitetə girmək üçün attestat lazımdır, mənə kollecə girmək üçün attestat lazımdır, mənə işləmək üçün attestat lazımdır, ay sağ ol, sənəd istəyəndə mənə sənəd lazımdır desə, onda bu uşaq vaxt itirmir. Daha gedib 2 il, 3 il fərdi dərs almır. Bu uşaq gedir sərbəst biliklərindən istifadə edir, elə adından göründüyü kimi sərbəstdir. Sərbəst biliklərindən istifadə edir, imtahana girir. Açar sözümüz, ən əsas açar sözümüz imtahandır burada. İmtahana girir. Nə üçün? Sənəd almaq üçün. Bu birinci səbəbi tam başa düşdünüz. Tam aydındır birinci səbəb. Qaranlıq qalmadı bura qədər içinə. Yaxşı. Aydınsa keçək ikinciyə. Əgər şagirdlərin, hər hansı bir şagirdin xüsusi bacarıqları olarsa, məsələn, yenə də 6-cı sinif götürək. Deyək ki, bu uşaq 6-cı sinifdir. Bu uşaq 7-ci sinifin bütün fənlərini bilir. Əsas fənlərini bilir. Yəni, bütün fənlərdən xəbərdardır. Bu uşağın xüsusi istedadı var, xüsusi bacarığı var. Onda bu uşaq bu 7-ci sinifdə 1 il artıq oturub, bildiyi şeyləri oturub öyrənmək istəməyəcək. Yəni, vaxt itkisinə yol vermək istəmir. Vaxt itkisi olmayan, vaxt itkisi istəməyən hansıydı? Sərbəst. Bu uşaq nə edəcək? Yenə də imtahana gedəcək, sərbəst biliklərdən istifadə edib, 7-nin imtahanını verəcək. Nə üçün? 6-dan 8-ə keçmək üçün. Açar sözü sinifdən sinifə atlamaqdır. Fikir verin, yenə də sərbəstin s-sı, sinifin s-sı. Deməli, sinifdən sinifə nə vaxt uşaq atlamaq istəyər? Xüsusi bacarıqları olarsa. Yox, əgər bu 6-cı sinifdə oxuyan şagirdin sadəcə bir və ya bir neçə fəndən xüsusi istedadı olarsa, sadəcə bir sahə üzrə xüsusi bacarığı, xüsusi istedadı olarsa, onda o bir sahə ilə, bir fənlə uşaq bütün fənlərin imtahanını verib o bir sinifə keçə bilər? Yox. Onda bu uşaq üçün nə etmək lazımdır? Həmin o hansı fəndən xüsusi istedadı varsa, həmin fən müəllimi bu uşaq üçün fərdi dərs təşkil edir. Nə üçün? Onun o bacarıqlarını inkişaf elətdirmək üçün. Məsələn, kimya müəllimisiz, baxırsınız ki, sinifdə Aysel adında bir şagirdinizin kimyada xüsusi istedadı, xüsusi bacarığı var. Bunu görməzdən gəlmirsiniz. Uşağı daha çox inkişaf elətdirmək istəyirsinizsə, həmin şagird üçün fərdi dərslər təşkil edirsiniz. Nə üçün? Onun o kimya bacarıqlarını, məsələn, təsvirincə sənətsə rəsm çəkmə qabiliyyətini, rəsm çəkmə bacarığını inkişaf elətdirmək məqsədi ilə əlavə dərslər keçirsiniz. Onları, nə bilim, bacarıqlarını inkişaf elətdirmək üçün olimpiyadalara göndərə bilərsiniz, sınaqlara, yarışlara göndərə bilərsiniz. Deməli, əgər uşağın müxtəlif fəndən, bir çox fəndən, bütün fənlərdən xüsusi bacarığı olarsa, bu zaman bu uşaq vaxt itirmək istəməyəcək. Həmin o sinifin imtahanını verəcək sərbəst şəkildə sinifdən sinifə atlamaq üçün. S-sı. Yox, əgər bu uşağın hər hansı bir sahə üzrə, bir fənn üzrə xüsusi istedadı olarsa, bu zaman həmin fənn müəllimi bu uşaq üçün fərdi dərslər təşkil edir ki, nə etsin? Onun o bacarıqlarını biraz da inkişaf elətdirsin. Tam başa düşdünüz bura qədər? Bura qədər aydındır? Yaxşı. Bəli, müəllim, aydındır. Aydınsa... Demək istəyirsinizsə, məlumatı səndən olmadı. Gərək bütün fənləri əla bilsin ki, o sinifdən sinifə atlansın. Bəli, doğrudur. Qeyri-adi bacarıqları olanlar, bəli, Sevinç müəllimə, doğrudur. Fərqlidir də, istedadlıdır, daha çox onun o intellekti, zəkası daha yüksəkdir ki, o 7-ni də bilir, 8-i atlamaq istəyir. İntellekt səviyyəsi yüksək olan şagirdlərə aiddir. Yaxşı, gəlin düyümləşdirək. Dedik ki, səslərimizi bağlayaq, zəhmət olmasa, öz səsimi eşidirəm. Dedik ki, fərdi və sərbəst təhsil alma forması ayrı təhsil alma formalarıdır. Yəni, bunlar eyni şey deyil, qarışdırmayın. Sadəcə bunların səbəbləri eynidir. Yəni, uşaq müxtəlif səbəbdən təhsildən kənarda qalanda da hər ikisindən istifadə edə bilər. Xüsusi bacarıqları olarsa da onun o bacarığına uyğun biri seçilə bilər. Əgər müxtəlif səbəbdən təhsildən kənarda qalıbsa,
təhsilini davam etdirmək istəyirsə, müəyyən müddət sonra qayıdıb deyirsə ki, mən təhsilimi davam etdirmək istəyirəm, onda bu uşaq üçün fərdi dərslər keçirilir. Fərdinin ən əsas açar məqamı nə oldu? Dərs, fərdi dərs olur. Amma sərbəstdə imtahan, çünki burada uşaq imtahana gedir. Sərbəst biliklərindən istifadə edib imtahana gedir. Heç kim ona öyrətmir. Əgər bu uşağa sənəd lazım olsa, attestatdır, diplomdur, bunlar lazım olsa sərbəstdən istifadə edəcək. Xüsusi bacarıqlarda bildiriz. Əgər bütün fənləri bilirsə, imtahana girir, sərbəst biliyindən istifadə edir, imtahana girir, sinifdən sinifə atlamaq üçün. Əgər sadəcə bir fənn üzrə xüsusi istidadı varsa, onda müəllim onun üçün fərdi dərslər keçirir ki, o uşağın o bacarıqlarını biraz da inkişaf etdirsin. Yaxşı, aydındırsa keçək sual cavabı. Saat 9-da